Salam əziz izləyicilər, əziz şagirdlər, əziz abituriyentlər. Demək, bugün sizinlə 2025-ci il test toplusundan bir məhsullu tənliklər bölməsindən belə bir sualın izahına baxacağıq. Bizə deyir ki, məsələdə bu kvadrat tənliyinin, kvadrat tənlik sözünə görə burada m kvadrat minus 9m plus 20 bərabərdir 2 olmalıdır. Biz bu, belə deyək, m-dən asılı olan tənliyi sadələşdirib həll eləsək, plus 18 bərabərdə 0, m-ə 3 və 6 qiymətlərini almış oluruq. Məsələnin şərtindən göründüyü kimi, m bərabərdə 3 götürə bilmirik, çünki bu kəsirin məxrəcini 0-a çevirir. Deməli, m-in qiyməti burada olur 6. Və tapdığımız 6 qiymətini, yəni bizə verilən bu tənlikdə nəzərə alsaq, görərik ki, burada 3x kvadratı minus bx plus 12 bərabərdir 0 şəklində bir kvadrat tənlik alırıq. Baxaq. Bu tənlik üçün də bizə deyir ki, kökləri deməli bərabər, yaxud da kökləri cəmi 0 olsun. Tamam. Köklərin bərabər olması üçün biz bilirik ki, nə olmalıdır? Diskriminant bərabərdir 0 olmalıdır. Yəni, diskriminant bərabərdir b kvadratı minus 144 eləyəcək, bərabərdir 0. Buradan biz b-yə bərabərdir 12 və b-yə bərabərdir mənfi 12 qiymətlərini almış oluruq. Digər şərtdə bizə deyir ki, köklərin cəmi 0 olsun. Tənlikdən göründüyü ki, köklər cəmi, yəni burada v-yə görə b bölünsün 3 bərabərdə 0 olmalıdır və buradan da b-yə bərabər nə alırıq? 0 alacağıq. O bizdən nəyi soruşur? Baxın, m plus n cəmindən, üzr istəyirəm, m plus b cəmindən gedir söhbət, müsbət qiymətlərindən. M-in qiyməti bəlli məsələdir ki, hər bir hal üçün 6 olacaq. 6 plus 12, yəni bu tərəf üçün hesablasaq bərabərdir 18 olur. Sağ tərəf üçün hesablasaq, yəni məsələnin ikinci tərəfi üçün həll eləsək, onda m plus deməli b cəmi bərabər olacaq burada. M 6-dır, plus 0 bərabərdir 6 olacaq. Və bizdən soruşduğu m plus b cəminin mümkün qiymətlərinin cəmini soruşur bizdən. O da olur burada 18 plus 6, bu da bərabərdir 24 olacaq. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Cavab B variantı.